Capo Verde. Bəlkə də 2026 Dünya Çempionatının ən böyük nağılı məhz bu komandadır. Atlantik Okeanda yerləşən cəmi yarım milyon əhalisi olan bu kiçik dövləti tarixində ilk dəfə Dünya Çempionatına vəsiqə qazanıb. Komandanın ləqəbi Mavi Köpək balıqlarıdır. Başqaları kimi Amerikada 200 oyun udub gəlməyiblər ha. Afrika seçmələrində nəhəng Kamerunu geridə qoyaraq seçmə mərhələdəki qrupların lider başa vurub dünya futbolunu təəccübləndiriblər. Capo Verde 1975-ci ildə müstəqillik qazanıb. Ölkənin özündən daha çox insan isə Avropa və Amerikada yaşayır. Məhz buna görə millidə Portuqaliya, Hollandiya, Fransa və digər ölkələrdə yetişmiş futbolçular da var. Komandanın ən tanınmış siması isə hazırda Türkiyə 1-ci liqasında çıxış edən Ildırım futbolçusu kapitan Ryan Mendesdir. 36 yaşlı hücumçu ölkə tarixinin ən çox qol vuran futbolçusudur və ilk dünya kubokunda komandasına liderlik edir. Türkiyə liqasından tək o deyil. Müdafiədə Trabzonsporlu Wagner Pina, hücumda Başakşehirli Nuno da Costa da var. Həm Qalatasarayda, həm Fenerbahçedə oynamış Gary Rodriguez də komandanın dünya çempionatı heyətinə daxil edilib. Zədə səbəbilə bu mövsüm ehtiyatda qalsa da 18 milyona transfer olmuş müdafiəçi Logan Costa İspaniya Villarreal'ın futbolçusudur. Kevin Lenini Krasnodarda, Sidney Lopez Cabral Benfica'da çıxış edir. Ümumiyyətlə heyətdəki oyunçuların yarısı Portuqaliya liqasının oyunçularıdır. Baş məşqçi Bubiste isə kiçik bir futbol ölkəsini dünya səhnəsinə çıxaran adam kimi artıq milli qəhrəmana çevrilib. Afrika Millətlər Kubokunda 2 dəfə 4-1 final oynayan Capo Verde təsadüfi komanda olmadığını sübut edib. Yoldaşlıq görüşündə də serbləri 3-0 hesabı ilə məğlub ediblər. 2026 Dünya Çempionatında onların ilk rəqibi Avropa çempionu İspaniyadır. Kağız üzərində favorit bəllidir. Amma dünya kubokları məhz belə nağılları sevir. Bəs səncə, dünya çempionatının ən kiçik komandalarından biri olan Capo Verde böyük sensasiya edə biləcəkmi?